Gerçek olaylar. Gerçek olaylar, eşitmediğiniz yeni hikayelerle yeniden karşınızdadır. Bu dəfə də müsahibimiz, motivator, ailə və münasibətlər məsləhətçisi, şəxsi inkişaf mütəxəssisi, uğur və liderlik təlimçisi və ən nəhayət 6-cı hissin adamı ekstrasens kimi tanınan Etibar ağadır. Danışılacaq hadisə isə 2000-ci ildə baş vermişdir. Cadu qutusu. 2000-ci illi oturmuşam evdə. Təbii ki, gələn gedən evə qonaqlarım olur. Saat 4-5 arasıdır, axşama doğru özü. Bir xanım gəlib, yaşlı da xanımdır, hardasa olar bir 50-60 yaşlarında xanım. Gözləyib, biraz özünü narahat hiss eləyib, su veriblər ona falan filan. Elə bir an oldu ki, mən özüm çölə çıxası oldum. Və mən hər kəsdən xahiş elədim ki, hər kəs gözləsin, məhz bu xanım girsin içəri. Növbədən kənar saldım bunu, sanki mənə bir hiss gəldi. Bu qadının vəziyyətinin heç də yaxşı olmadığını gördüm mən. Ona görə bunu qabağa saldım. Təbii ki, heç kim heç nə demədi. Çünki mən əgər onu özüm şəxsən deyirəmsə, qabağa saldım növbəsindən kənar da heç kim heç nə deyəsi də deyil. Biz gəldik, oturduq. Oturan kimi başladı ağlamağa. Ağladı, biraz pis oldu. Mən də sakitcə durub baxıram. Hələ heç nə demirəm buna. O da mənə heç nə demir təbii ki. Sonra biraz özünə gəldi və ay ol, sağ ol dedi. Məni belə qabağa saldın deyə. Və sual verdi, niyə məni o qədər insan içindən məni seçdin, məni qabağa saldın? Dedim, bibi, sənin ağırlığın digərlərin ağırlığından daha çoxdur. Sənin dərdin, problemin daha çoxdur digərlərin içindən. Ona görə səni qabağa saldım. Bəli, Etibar ağa qadında böyük bir ağırlığın, daha doğrusu ağır auranın olduğunu çoxdan hiss etmişdi. Elə buna görə də ilk olaraq məhz o qadını dinləmək istəyirdi. Əslində Etibar onun hekayəsini zaten bilirdi, amma bunları qadının öz dilindən eşitmək istəyirdi. Və buna, belə deyim, bir baxış keçirdim. Yüngül bir baxış keçirdim. Evində problemləri çox. Qızın ailəsi dağılıb, oğlunun ailəsi dağılıb. Çətin bir vəziyyətdə olan ana, təsəvvür eləyin, Allah hər kəsdən uzaq eləsin təbii ki. Bir ananın bir qızı var, bir oğlu, ikisinin də ailə həyatı dağılıb. Yəni o ananın dərdini bir anlıq gözünüzün qabağına gətirin. Təbii ki, yenə deyirəm, Allah heç kimə qismət eləməsin elə bir anı, elə bir vəziyyəti. Bu qadın bu hadisələrin niyə baş verdiyini soruşdu məndən. Ki, nə baş verir ki, mən pis insan deyiləm və mən onun pis insan olmadığını zaten bildiyim üçün yaxşı insan olduğu və yaxşı insan ola onun bu qədər ağır enerji daşıdığını bilə-bilə zaten onu qabağa salmışdım, onu növbədən kənar içəri salmışdım. Və mən bu problemin kökünü axtardım ki, görüb kök hardan başlayır. Axı, hər bir problemin bir başlanğıc nöqtəsi var. Mən o nöqtəni tapmağa çalışdım və tapdıq da təbii ki. Sadəcə elə bir an alındı ki, elə bir vəziyyət alındı ki, mən onlara gedəsi oldum. Belə ki, baxışdan sonra bibi dedim, var evinizdə bəzi mənfi enerji daşıyan qüvvələr var, amma onun yerini sənə deyə bilmirəm mən. Mənim özümün orada olmam lazımdır ki, mən nə baş verdiyini orada, nəyin harada olduğunu təyin edeyim, dəqiqləşdirim. Yenə də ağladı, yenə də biraz pis oldu. Dəvət elədi məni təbii ki, sevə-sevə ki, mən istəyirəm ki, səni öz evimizdə görüm. Arasından təxminən bir 3-4 gün keçmişdi. Bibi yenə gəldi. Yenə də gəldi təkrar mənim yanıma. Görən kimi tanıdım təbii ki. Bu dəfə artıq məni aparmaq üçün gəlmişdi. Xahişlə ki, mən onların evinə gedim. Getdik, qapıdan içəri girəndə artıq məni bir valına vurdu, amma şirin bir dalağa vurdu, şirin bir valına vurdu. Mən hiss elədim, nəsə bir var, əməl var, evdə var.
kimin gətirdiyini, necə gətirdiyini dəqiqləşdirmək üçün artıq mən daha da içəri addımlamalıyam, daha da yaxınlaşmalıyam ona. Və addım atdıqca mən görürəm addımlarım ağırlaşır mənim. Artıq gedə bilmirəm o tərəfə. Dayandım həyətdə, balaca bir həyət. Dayandım həyətdə və bir stul istədim. Sağ olsunlar, tez stul verdilər. Mənə oturdum. Bibinin mənim yanıma gəldiyi gündən 15 gün, 20 gün qabaq deyək, bunların evinə bir qonaq gəlib. Həmin qonaq şokolad korobkası gətirib bunlara və mən o şirin acını çox qəribə bir hissi idi. Mən elə hissi çox az keçirdirəm. Şirin bir acı hissi keçirdim o həyətdə. Qızıl xatırlatdı ən çox ki, mama falan kəs gəlmişdi bizim evimizə və əlində şokolad korobkası gətirmişdi. O korobkanı hələ biz açmamışıq, servantın başına qoymuşuq. Mən bibiyə əslində qızının da, oğlunun da boşanma səbəbi həmin şokolad gətirən qadının olduğunu dedim. Bibi biraz tutuldu. Açığı niyə tutuldu? Çünki o şokolad korobkasını gətirən qadın bibinin ailə üzvü qədər yaxını idi, doğması idi və heç cür inanmaq istəmirdi ki, o mənim evimə elə bir şey gətirməz əsla. Çox yaxın birinin ailəyə pislik etməsi əlbəttə ki, gözlənilməz idi. Elə buna görə də qadın deyilənlərə inanmaq istəmirdi. Sübut lazım idi. Dedim, hardadır o şokolad korobkasını, harda saxlayırsınız? Və servantın üstünə qoyduqlarını dedilər, lap yuxarısına saxlayırlar hələ də və dəymiblər nədənsə. Bibi dedi, orada bir neçə şokolad korobkası var əslində. Onun üstündə qəribə bir rəngi var idi şokolad korobkasının. Onu mən dedim ki, qırmızı rəng görürəm, daha çox qırmızı rəngə üstünlük verilib o korobkanın üstündə rəng olaraq. Korobkaları bir-bir hamısını ümumi gətirmişdilər. Həmin korobka lap aşağıdan ikinci korobka çıxdı. Və marağa bibi o korobkanı kənara qoydu, açmadı. Bibi inanmaq istəmir ki, yəni mənim doğma mənə bunu eləyərmi? Başladı bibi o birisi korobkaları açmağa. Bir-bir bütün korobkaları açdı. Açdı, hamısı təmiz, heç birində heç nə yox. Adi şokolad korobkaları. Amma onu açmaq istəmir. Dedim, bibi aç onu, xahiş edirəm. Bir israrla bibi yenə də açmaq istəmir. Qızı dedi, mən açaram. Təbii ki, qızı götürdü. Korobkanın o üzündə salafan olur. O salafanı açdı. Korobkanı açdı. Salafanı açarsa qapaq sürüşdü. Sürüsəndə qapaq taxılan yerdən təxminən bir 4-5 santı uzunluqda ağ kağız parçası düşdü. Stolun üstünə düşdü və bunu hər kəs görür gözlərinin qabağında. Belə məhdəl, çox dəhşətli bir baxışlar var idi bibinin gözündə. Həmi o insanın eləyəcəyinə inanmır, həmi başına gələnləri başa düşə bilmir, nə baş verir. O kağız parçasını artıq onları qoymadım, təbii ki, əl burtunlar. Özüm şəxsən götürdüm, açdım və baxırıq ki, şokolad korobkasının içində yağ ləkələri, 2 ədəd iynə, 2 ədəd sancaq, bu 2 nəfər qardaş bacıya aiddir təbii ki, cin hərflərindən yazılmış dua və vərəqin bir başında qardaşın adı, bir başında bacının, yəni bibinin, həm oğlunun, həm qızının adı vərəqin 2 başında yazılı şəkildə durur. Hər kəs şokdadır, üçü də qalıblar belə çıxılmaz vəziyyətdə ki, nədir bu? Etibar ağa üçün minlərlə bənzər olaylardan biri olsa da, ailə üçün bu dəhşət verici idi. Etibar ağaya az da olsa şübhə ilə yanaşan qadın artıq şokda idi və daha bir zərrə belə Etibar ağaya şübhəsi qalmamışdı. Üstü açıldı hər şeyin, bildilər kimdən gəlir zərbə ziyan təbii ki. Tilsim tapılandan sonra onların evindən və bütün nə qədər tilsimləri var idi təbii ki, hər birini təmizlədik. Siz fərz eləyin ki, oğlanın ailəsi də evinə qayıtdı. Qız da öz ailəsinə qayıtdı. Və günü bu gündə üstündən illər keçib, 26 il keçib,
Amma o ailə bugünkü günü hər ikisi xoşbəxt, hər ikisinin böyük-böyük balaları, artıq hətta hər ikisi nənədir, babadır, evladları da ailə qurub çox xoşbəxt bir həyatları var. Demək istədiyim odur ki, dostlar, ümumiyyətlə çalışın, düşməni heç vaxt kənarda axtarmayın. Düşməni görmək üçün gözlə baxmaq lazım deyil. Bəzən kənarda gördüyünüz düşmən sizə onun tam əksini göstərir və əslində düşmən elə sizin öz yanınızda olur. Bu da daha bir gerçək olayın sonu. Yeni və müəmmalı hadisələrlə yenidən qarşınızda olacaq. Gerçək olaylar.